Dolayısıyla bir müsəlmanın bir müsəlmana salam verməsi sünnə, məndub, müstəhəb. O salam verilən müsəlman isə o salamı alması nədir? Alimlərimiz deyir ki, o vacibdir. Dolayısıyla bir müsəlmana birisi salam verdiği zaman o salamı alması nədir? Vacibdir. Burada artıq başqa bir çıxış yolu yoxdur. Sadəcə salamın ədəblərində belə bir şey vardır ki, bir şəxs toplum üzərindən salam verirsə və o toplumdan birisi onun salamını alırsa, o haqq yerinə gəlmiş olar. Amma bir şəxs gəlib 10 nəfərə salam verirsə və 10 nəfərdən heç birisi o adamın salamını almırsa, hamısının üzərində o haqq qalmışdır və dolayısıyla o adamın haqqını yerinə gətirməmişdirlər. Müsəlman qardaşlıq haqqını o insanlar yerinə gətirməmişdir. Ona görə də bu da bir haqdır və salamı yayın Peyğəmbər s.ə.v əmr edir. Niyə görə? Çünki salamı yaymaq müsəlmanlar arasındakı məhəbbəti artırır. İnsanlardakı bir-birinə qarşı olan kini küdurəti götürür salamı yaymaq. Və Peyğəmbər s.ə.v buyurur ki, sonra sizdən 6 haqdan digər birisi. Fəidə dəəkə fəəcibuhu. Bir müsəlman qardaşın səni bir yerə dəvət etdiyi zaman vəlimiyə mi, bir məclisinə mi, bir toyuna mı, bir əqiq məclisinə mi, digər bir yerə mi dəvət etdiyi zaman ora icabət elə. Ora icabət elə. Və bu icabət haqqı bu alimlərin dəyincə bu vacib olan haqlar qismindədir. Bu bir zərurət olmadığı müddətcə, sənin bir zərurətin olmadığı müddətcə sənin ora getməyin nədir? Vacibdir və hər şəxsə şəxsən vacibdir. Hər şəxs üzərinə şəxsən vacibdir ki, bir müsəlman qardaşı onu bir yerə dəvət etdiyi zaman o dəvətə icabət eləsin. Ancaq şər'i bir özürlər olarsa, o zaman getməyə bilər və yaxud gedəcəyi yerdə bir haram varsa, bir haram işlənirsə, o zaman o müsəlmana ora getmək nədir? Vacib deyildir. Əgər haram yoxdursa, gedəcəyi yerdə heç bir haram işlənmirsə, o zaman o müsəlmana ora getmək vacibdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İdə duaya əhadukum iləl vəlimədi fəlyətih. Sizdən birisi bir vəlimiyə, bir məclisə, vəlimə bir yemək, içmək verilən bir məclisdir, bir insanın qurduğu bir məclisdir. Bir məclisə dəvət olunduğu zaman ora neynəsin? Fəliyyətihə, ora geçsin. Çünki burada müsəlmanların nə vardır? Birlik və bərabərlik və dayanışması vardır. Amma biz yenə də dedik ki, əgər orada bir çirkin bir əməl işlənirsə, müsəlman ora getməməlidir. Çünki burada müsəlmanlar arasında məşhur olan bir qaidə vardır. İslam alimlərinin qəbul etmiş olduğu bir qayda vardır. Dər'ul məfəsid əvlə min cəlbil mənafi' deyə. Bu başqa versiyalarda da dər'ul məfəsid müqəddəmə alə cəlbil məsalih deyə də gəlir. Amma dər'ul məfəsid əvlə min cəlbil mənafi' bu daha məşhurdur. Məfsədəni, bir fasidi insanın özündən dəf etməsi mənfəəti cəlb etməsindən daha əvladır. Yəni bir işdə, bir yerdə bir xeyir var, sən o xeyir də sənə gələcək, amma xeyirlə bərabər nə var? Burada sənə zərər də var, zərər də gələcəkdir. O zaman müsəlmana düşən nədir? Necə əməl edəcək? Qaidə, alimlərdən qaidə. Dər'ul məfəsid əvlə min cəlbil mənafi'. O zaman məfsədəni dəf etmək, mənfəəti cəlb eləməkdən nədir? Əvladır. O zaman sən birinci o məfsədəni sənə zərər verəcək, dininə zərər verəcək, mənəviyyatına zərər verəcək, o fasidi birinci özündən uzaqlaşdırırsan. Mənfəəti isə ikinci sıraya qoyursan. Çünki bizə görə mənfəət və məfsədət dinimizin qoyduğu ölçülərdir. Mənfəət nədir? Dinimiz mənfəət deyirsə mənfəətdir. Məfsədət nədir? Dinimiz məfsədət deyirsə məfsədətdir. O zaman biz üçün birinci hansıdır? Birinci məfsədəti dəf etməkdir. Hətta biz La iləhə illallah deyəndə belə birinci nə edirik? La iləhə deyə bütün ilahları, bütün ilahlıq iddiasında olanlar nə edirik? Dəf edirik.
sonra Allah Azze ve Celle'nin ma'budiyyətini ispat edilir. Ona görə də birinci məqsəd